Rus mənbələri müvəqqəti olaraq işğal olunmuş Mariupol ərazisində partlayış barədə məlumatı təsdiqləyir. Bu barədə Mariupol meri müşaviri və işğalın tədqiqi mərkəzinin rəhbəri Petro Andriyuşenko məlumat verir. Andriyuşenko qeyd edib ki, zərbə axşam saatlarında endirilib və səhər Ruslar hava hücumundan müdafiə sistemlərinin zədələnməsi faktını təsdiqləyiblər. O yazıb, fakt yoxlama. Ruslar dünən axşam öz kanalları vasitəsilə Mariupol ərazisinə endirilən zərbəni təsdiqləyirlər. Səhər İlliç Dəmir Polad zavoduna təmir üçün sürüklənən zədələnmiş Buk Zenit raket kompleksi hava hücumundan müdafiə sisteminin yerində məhv edilməsi barədə əvvəlki məlumatlarımızı təsdiqləyir. İşğalın tədqiqi mərkəzinin rəhbəri Telegram kanalındakı mesajında Rus mənbələrindən götürülmüş Səhər İlliç Dəmir Polad zavoduna sürüklənən zədələnmiş Buk Zenit raket kompleksinin fotosunu təqdim edib. Əvvəlki nəşrində Andriyuşenko mümkün zərbə yerini dəqiqləşdirib. Andriyuşenko qeyd edib. Məlumata görə bir zərbə dəqiq Mariupol Şirakabalka Manquş düzbucaqlı sınav mərkəzi aeroportda olub. Onun sözlərinə görə hücumun hədəfi Rusiya hava hücumundan müdafiə sistemi olması yüksək ehtimaldır. O deyib, yüksək ehtimalla onlar Rusiya hava hücumundan müdafiə sistemini vurublar. Burada Tor və Buktan S-400-ə qədər hər şey ola bilərdi. Hər şey burada gizlədilib. Andriyuşenko həmçinin əlavə edib ki, vəziyyət aydınlaşdırılmağa davam edir, lakin artıq indi düşmən hədəflərinə uğurlu zərbədən danışmaq mümkündür. Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatlar mərkəzi müdafiə qüvvələri arasında ən effektiv bölmələrdən biri hesab olunur. Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin mərkəzin yaradılmasının 31-ci il dönümü münasibəti ilə verdiyi məlumata görə, tam miqyaslı işğal başlayandan bəri xüsusi əməliyyatlar mərkəzi Rusiya işğalçılarının 1610 tankını məhv edib. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib ki, mərkəzin xüsusi təyinatlıları Rusiya Federasiyasının döyüş potensialını sistematik olaraq azaldı və bu sahədə əhəmiyyətli nəticələr əldə edirlər. Malyuk vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilən hər 6-cı tank Ukrayna Təhlükəsizlik Xidmətinin işidir və artıq onların 1610-una cavabdehdir və bu rəqəm yalnız artacaq.
Ümumilikdə Ağ Xüsusi Əməliyyatlar Mərkəzi tərəfindən məhv edilən düşmən texnikasının dəyəri 5,5 milyard ABŞ dollarından çoxdur. Buraya tanklar, döyüş maşınları, hava hücumundan müdafiə sistemləri, elektron müharibə sistemləri və digər avadanlıq daxildir. Bu rəqəmə Ukrayna Təhlükəsizlik Xidmətinin Hörümçək Toru adlı xüsusi əməliyyatı nəticəsində yaranan itkilər aid deyil. 2025-ci il iyunun 20-sinə olan məlumata görə Ukrayna Təhlükəsizlik Xidmətinin Ağ Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçüləri tərəfindən məhv edilən Rusiya texnikası arasında 1610 tank, 2878 zirehli döyüş maşını, 224 çox saylı raket buraxılış sistemi, 2655 artilleriya sistemi, 329 hava hücumundan müdafiə sistemi, 367 elektron müharibə kəşfiyyat sistemi, 1937 pilotsuz uçuş aparatı və 4 helikopter var. Palyuk qeyd edib ki, son hərbçilərin dili ilə desək, ekstremal nümunə Rusiya strateji aviasiyasının 41 təyyarəsinin məhv edilməsidir. O, bu əməliyyatın sonuncu olmadığını vurğulayaraq düşmən üçün yeni sürprizlər planlaşdırdıqlarını bildirib. Məlumata görə iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin Toravlı unikal xüsusi əməliyyat keçirib. Həmin əməliyyat zamanı Rusiya Federasiyasının arxa cəbhəsində yerləşən 4 hərbi aerodrom Aliniya, Ivanovo, Diagilevo və Belaya vurulub. Bu aerodromlarda Ukrayna şəhərlərini müntəzəm olaraq atəşə tutan təcavüzkar dövlətin strateji aviasiyası yerləşirdi. Tor xüsusi əməliyyatını həyata keçirmək üçün Ukrayna Təhlükəsizlik Xidmətinin mühəndisləri tərəfindən xüsusi olaraq hazırlanmış pualardan istifadə edilib. Bu dronlar müasir texnologiyalardan istifadə edən unikal bir inkişafdır. Onlar Ukraynanın dövlət sərhəddindən minlərlə kilometr uzaqlıqda real vaxt rejimində məsafədən idarə olunmağa, düşmənin mövcud əks təsirindən yayınmağa və strateji aviasiyanı effektiv şəkildə məhv etməyə imkan verib.